Salam dəyərli dostlar, xoş gördük hər birinizi. Bildiyimiz kimi bugün 17 may 2025 tarixində Təhsil Elm və Təhsil Nazirliyi 4-cü siniflər üçün monitoring imtahanı təşkil etmişdi. Həmin imtahanda düşən riyaziyyat suallarının ətraflı və dənə-dənə izahını sizlərə təqdim edirəm. Vaxt itirmədən keçək suallarımızın izahına. Birinci suala baxaq. Bir göz dərmanı aptekə 1,2 litrlik qablarda gəlir. Əczaçı bu dərmanı 30 ml kiçik qablara, şüşələrə doldurur. Bunun üçün əczaçıya neçə şüşə lazımdır? Burada biz uşaqlar nəyi bilməliyik? Çevirmələri bilməliyik, tutum vahidlərini bilməliyik. Tutum vahidlərində bilirik ki, 1 litr bərabərdir 1000 millilitrə. Bu bizim üçün əsas vacib olan anlayışdır. İndi burada verilib 1,2 litr. 1,2 litr. Bunu onluq kəsrə də çevirib hesablaya bilərik. Amma rahat olsun deyə. Burada 1 litrimiz var. Bu 1,2. Onda 1000 millilitrimiz burada yazdıq. Bax, bu 1,2-in 1 litrini 1000 millilitr kimi yazdım. 2'də 1 litr. 2'də 1 litr nə deməkdir? Litrin yarısı deməkdir. O zaman 1000'in də yarısı eləyəcək 500. Və üzərinə gələcək 500 millilitr. Bu da bərabərdir 1500 millilitr. Bu bizim göz dərmanıdır, aptekə gələn göz dərmanıdır. İndi əczaçı bu dərmanı 30 ml-lik kiçik şüşələrə doldurulacaq. Bizə neçə dənə şüşə lazım olacaq? Bu tapdığımız ümumi 1500-ü eyni vahidə gətirməliyik ki, rahat bölə bilək. Böləcəyik 30-a. Bu sıfırla bu sıfır gedir. 15 3-ə böləndə 50, sonunda da 1 sıfır. Demək, əczaçıya 50 dənə şüşə lazımdır. Doğru cavab elədi C variantı. Növbəti sualımız, tənliyi həll edin. 8 vurulsun x bərabərdir 56 tənliyidir. Bu da bilirik ki, məhsul vuruğu tapmaq üçün hasili məlum vuruğa bölmək lazımdır. Və ya 8-i nəyə vuranda 56 eləyir? X də bərabər 7-yə. Doğru cavab B variantı. Yəni, bunun yazılışı budur. X bərabər 56 bölünsün 8, x də bərabər 7. Növbəti, abaqda təsvir edilmiş ədədi açıq şəkildə yazın. Burada ədədlərin mərtəbələr göstərib təklik, onluq, yüzlük. Bunlar təkliklər sinifidir. Minlik, 10 minlik, 100 minlik. Bunlar bütövlükdə minliklər sinifini, burada burada təkliklər sinifini təşkil eləyir. Və gördüyümüz kimi burada bu hər çubuğun üzərində məsələn muncuqların sayı var. Bəzi muncuqlarda, bəzi çubuqlarda ümumiyyətlə yazılmayıb. Baxaq, 100 minlikdə burada neçə dənə muncuq var? Belə deyək, düymə də deyə bilərik, nöqtə də deyə bilərik. 3 dənə. O zaman 3'ü vuracağıq 100 minə. 100 min, sonunda da 100'ün sonunda, 1000'in sonunda 3 dənə 0. 100 min. Üstə gələk. 10 minlik mərtəbəsində neçə muncuq var? 3 dənə. 3'ü vuracağıq 10 minə. Bunu birbaşa yazmıram. Yazıram ki, siz bunu rahat görəsiz. Üstə gələk. Burada fikir veririk ki, uşaqlar, demək, minlik mərtəbəsində heç nə yoxdur. Heç nə yoxdur. Biz onda bunu necə yazacağıq? Heç nə olmayanda nə yazırdıq? Qeyd eləmişdik ki, əgər sinifin adı keçmirsə, yəni həmin daha doğrusu mərtəbəni göstərən rəqəmin adı yoxdursa və ya məsələn abaqda yazılıbsa, burada bir muncuq yoxdursa, bu 0 deməkdir. Üstə gəl 0 vurulsun 1000. Yəni bu nəsinə yazmaya bilərik, 0 yaza bilərik, amma göstərirəm deyə sizə rahat olsun. Üstə gələ 100 var burada, 2 vurulsun 100, yəni yüzlük mərtəbəsini göstərən rəqəmin sayı 2-dir. Onluqda 1 var, burada 1 vurulsun, üstə gələk 1 vurulsun 10. Üstə gələk təklikdə də 1 vurulsun 3 dənədir, 3 vurulsun 1, bu da eləyir 3. İndi bunları sadələşdirək. 3'ü 100 minə vuranda 300 min elədi. 300 min. Üstə gələk 3'ü 10 minə vuranda 30 min elədi. Üstə gələk sıfırları yazmaq 0 eləyir. Buranın bir mənası qalmadı. Yəni minlik mərtəbəsini göstərən rəqəm burada 0'dır. Üstə gələk 200 qeyd elədik. Üstə gələk 10, üstə gələk 3. Belə bir cavab harda var? 300 min, üstə gəl 30 min. Üstə gəl 200, üstə gəl 10, üstə gəl 3. Doğru cavab D variantı görsənir. İndi baxırıq növbəti sualımıza. Növbəti sualımız bu 34-cü sual. Qobustan Milli Tarix Qoruğuna ekskursiya avtobusla 40 şagird getdi. Dairəvi diaqramda avtobusdakı sərnişinlərin sayı verilmişdir. Ekskursiyada neçə qız şagird, neçə oğlan şagird və neçə valideyn iştirak etdi. Burada qız şagirdlərin sayı 2-də 1-dir. Ümumi də 40 şagird varsa 40'ın 2-də 1-i eləyir 20 qız. Oğlanlar 40'ı 8-ə böldük. 5, 5 dəfə 3, 15. Valideynlər 2, 8-də 1.
Aha, məsələnin quruluşunda səhvlik var. Burada 40 şagird gedibsə, avtobusa sərnişinlərin sayı ancaq bizə demək 40 verilib. Və burada şərtdə natamamlıq olur. Əgər yox, bunlar tutaq ki, 2-də 1 hissə 8-də 4 hissədir, 8-də 3 hissə ilə 8-də 4 hissə, 8-də 7 hissə 40 şagird kimi düşünüblərsə, onda bir hissəni tapanda 40-ı 8-ə bölüb 5-i buranda da bir natamamlıq alınır. Demək məsələdə burada səhvlik var. Burada belə olmalı idi. Qobustan Milli Tarix Qoruğuna ekskursiya avtobusla 40 nəfər getdi. Bura 40 nəfər və ya 40 sərnişin olmalı idi. 40 sərnişin yazılmalı idi. Dairəvi diaqramdakı sərnişinlərin sayı isə 2-də 1-i qız, oğlanların 8-də 3-ü və valideynlər də 40-ın 8-də 1-i olmalı idi. Amma burada şərtdən natamamlıq var. Bu belə bir ciddi səhvə yol vermək olmazdı. Keçək növbəti sualımıza. 35-ci sual. 35-ci sualda dairənin bərabər hissələrinə əsasən qeyd olunan bucağı tapın. Demək uşaqlar, bilirik ki, dairə 360 dərəcədir. 360 dərəcədir. Neçə hissəyə bölünüb? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hissəyə bölünüb. Biz 360-ı böləcəyik 8-ə. Bir hissənin dərəcəsini tapmaq üçün. 360-ı 8-ə böləndə elədi 45. 8 dəfə 5, 40, 0 yazaq 4 yadda. Aha, 45 dərəcə. Bizdən isə bərabər qeyd olunan bucağı tapın. Bərabər hissələrinə əsasən qeyd olunan bucaq. İndi burada şəkil biraz atıblar. Bax, yəqin bu bucaq qeyd olunur. Baxın. Burada rənglənən hissə 1, 2, 3. 3 dənə rənglənən hissə var. 3-ü də vurarıq 45-ə. Bərabərdir 135. Doğru cavab A variantı. Növbəti suala bax. Demək, fiqurun perimetrini, sahəsini bizdən daha doğrusu soruşur. Fiqurun sahəsini tapmaq üçün bunu sizə uşaqlar 2 qayda ilə göstərə bilərik. Bax, bu hissəni tamamlaya bilərik bura. Bax, bu hissəni bura tamamladıq. Nəticə olaraq bu hissəni bura tamamlayanda bu nə alınır? Belə bir düzbucaqlı alınır. Baxın, bu düzbucaqlının da sahəsi nəyə bərabərdir? Demişik, n və uzunun hasinə bərabər deyil. Bəli, 10 vurulsun 4 bərabərdir 40. Burada 10-dur, bura 4-dür. Amma biz 40 nə zaman götürərdik? Bura bütöv olsaydı. Bu hissə mənə lazım deyil. Baxın, bu lazım olmayan hissəni də tapıb çıxaram. Burada 1 verib, bura 3 verib. Demək, 3 dəfə 1, 3. 40-dan çıxıram 3-ü bərabər elədi 37. Doğru cavab D variantı. Bax, bu məsələdə burada buna diqqət edin. Başqa cür məsələn, belə də bölüb tapa bilərdik. Onda burayla 4 dəfə 7, 28 eləyər. Bax, bu bir düzbucaqlı, 2 dənə düzbucaq. 3 dəfə 3, 9, 28-in üzərinə 9 gələndə 37. Amma bayaq dediyimizdə rahat üsul idi. Yəni, bir sual 2 üsulla sizə həllini göstərdik. Bu 36-cı idi. İndi 37-ci suala baxırıq. Bizə deyir ki, aşağıdakı nöqtələr koordinat şəbəkəsində qeyd edin və nöqtələri ardıcıl birləşdirin. Hansı fiqur alınır? Baxaq. Gəlin A nöqtəsini biz burada qeyd edək. Dedik, bu apsisi, bu ordinatıdır. Başqa cür desək, birinci nöqtə X oxunun üzərində uzantısını çəkəcəyik. İkinci nöqtə Y oxunun üzərində uzantısını çəkəcəyik. Buradan 0-dır da bura. 1, 2, 3, 4, 5, 6, 7. Bir neçəsini yazdıq. Buradan da yazırıq. 1, 2, 3, 4, 5, 6. Bir neçəsini yazdıq. İndi bizə deyir A nöqtəsi 2, 6. 2-dir. Buradan da 6-dır. 2 və 6-nın uzantısını çəksək, baxın. 2 və 6. Burada bunu qeyd elədik. Aydın oldu. A nöqtəsinin koordinatlarını müəyyənləşdirdik. Gəlin uşaqlar, keçək B nöqtəsinə. B nöqtəsi hardadır? B nöqtəsi 2 və 3. Baxın, 2 və 3. Uzantını buradan. Gəlir, düymə nöqtə bura düşür. Nöqtələri qeyd elədik. Sonra C nöqtəsinə baxırıq. C nöqtəsi 5, 3. X oxu üzərindəki 5-in uzantısı və buradan 3. 3 və 5-in kəsişdiyi nöqtəni müəyyənləşdiririk. 5, buradan da gəlirik 3. Bura qeyd olundu. D nöqtəsinə baxırıq. D nöqtəsində 5, 6. D nöqtəsində apsisi, yəni X oxu üzərindəki uzantısını buradan çəkirik. 5, buradan da 6. Gəlir, bax, düşür bura. İndi bizim nöqtələrimiz hansılardır? Bax, bunu biraz daha qalınlaşdırıram. Nöqtələr bunlardır. Bunların ardıcıl parçalarla birləşməsindən alınan fiqur kvadrat olacaq uşaqlar. Niyə kvadrat olacaq? Çünki 1, 2, 3
3 vahiddir. 1, 2, 3, 3 vahiddir. 1, 2, 3, 1, 2, 3. Hər tərəfi 3 vahiddir. Demək doğru cavab eləyəcək kvadrat. Hər tərəfi bərabər olduğuna görə. Yaxşı, növbəti sual. Verilən fiquru düzbucaqlı paralelpipedə, yəni kuboida tamamlamaq üçün neçə vahid kub lazımdır? Əvvəlcə biz bura neçə kub yerləşir bunu tapaq. 1, 1, 2, 3, 4. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4. Demək, bura 4 vahiddir, bura 5 vahiddir. Gəlin bunun hündürlüyünü də tapaq. Belə deyək də, müəllimlər, bu müəllimlər deyirəm, adətən nizam müəllimlər üçün çəkilir. Şagirdlərimiz üçün çəkilir. Fərqi yoxdur, müəllimlər də onsuz da baxacaq buna. Bu tipli suallarda biz həcmi hesablayacağıq. İçərisində neçə dənə kub var, onların sayını tapıb həcmdən çıxacaq. Hündürlüyü nə qədərdir? Hündürlüyə baxsaq, 1, 2, biri də bunun aşağısındadır. 3, yəni bura 3 kub yerləşir hündürlüyünə. Onu da həcmi tapsaq, 4 vur, 5 vur, 3, 4 dəfə 5 demək elədim, 20, 60. Demək bizdə bizim bu fiqura 60 dənə kub lazımdır. Bəs indi neçəsi lazımdır? İndi burada neçəsi var? Neçəsi var? Tapaq. 4 dəfə 5, 20. 20 bunun oturacağında olan kub. Aydındırmı? 2 dənə də burada. O nədir? 22. İndi biz uşaqlar bu 60-dan çıxacağıq. Bir də təkrar edək. Bax, burada olan kubları necə saydıq? Bu 2 dənəsi mənim üçün əlavədir. Bu 2 dənəsini buradan qeyd edirəm. Bu 2. 4 beləsinə, 5 beləsinə. 4 dəfə 5, 22-dən də burada 22. 60-dan 22-ni çıxanda nə qalır? 60-dan 22-ni çıxanda qalır 38. Doğru cavab C variantı. Başa düşdünüz bunu. Böyüyün həcmini tapdıq. Bu formada da qeyd elədik. Gəldik 39-cu suala. Diaqramda bir ailənin yanvar ayı üçün aylıq xərcləri verilib. Ailənin bir aylıq xərcləri cəmi neçə manatdır? Baxaq. Ərzaq 350 manat, uzantısına baxın, qrafikin 350 manat. 350. Sonra kommunal 150, üstəgələk 150, üstəgələk nəqliyyat xərci uzantı gəlir bura 50, bunun uzantısı bura 150-yə gəlmişdi, 50. Üstəgələk digər xərclər uzantı gəlir bura 250. 250. İndi bunları toplasaq, 150 ilə 50 200 elədi. 200 ilə 250 450 elədi. 450 ilə 350-ni də toplasaq eləyər 0, 5 ilə 5 10, 800. Cavab 800 elədi. Qeyri-adi bir şey yoxdur. Bir də təkrar edirəm, sadəcə düzgün analiz eləmək lazımdır. Baxın, ərzağın uzantısını çəkirik. Ərzağın sərhəddi hara düşür? Bura 350. Üstə gəlir uşaqlar. Kommunalın sərhəddi hara düşür? 150. Nəqliyyat xərcləri hara düşür? 50. Digər xərclər də düşür bura 250-yə. Düz hesabladıq? Bəli. İndi bunları da toplayırıq. Hamısını eləyir 800. Doğru cavab B variantı. 200, 250, 450, 450, 350. Yaxşı. Keçirik 40-cı suala. Şəkildə təsviri üstdən verilmiş fiqurun planını müəyyən edin. Əvvəlcə bir başa düşək görək bu plan nə deməkdir. Bu fiqurun elə bil biz üstdən baxışını bax burada bizə görürük. 3D formatındadır sual. Planını müəyyən edin deyir. Plan müəyyən eləmək o deməkdir ki, bax burada bir dənə yazılıb. Demək bir bura yazacağam. Yəni bir dənə kub buradadır. Başa düşdünüz? İndi uşaqlar diqqət edəcəyimiz məqam nədir? Baxın. Bunun altında bu görünməyəndə bir dənə kub, burada 2 dənə kub, burada 3 dənə kub. Demək 3 dənə kub burada yazdıq. 3. İndi bunun bu arxa tərəfində bax oxla göstərirəm. Burada neçə dənədir? Bir aşağısında, bir üstündə. 2 dənə buradadır. 2. Qalan burada 1, 2, 3. Burada yazıram 1, 1, 1. Belə variant. Harda var? 1, 3, 2, 1, 1. 1, 3, 2, 1, 1. 1, 3, 2. Hə. Doğru cavab A variantıdır. Bax, burada diqqət elədik. Demək plan nədir? Üstdən baxanda burada özü də şəkili bizə verib sayını yazmaqdır. Yəni üstünə mən yazıram. Bax, burada 1 dənə buradadır, 3 dənə buradadır, 2 dənə burada, 1, 1, 1. Bu formada. Sonra 41-ci sual. Verilmiş ədəddə 4 rəqəminin mərtəbə qiyməti aşağıdakılardan hansıdır? Mərtəbə qiyməti uşaqlar. Sayırıq təklik, onluq, yüzlük, minlik. Bax, təklik, onluq, yüzlük. Bu təkliklər sinifidir. Sinifin özü də mərtəbələrdən təşkil olunur. Minlik, 10 minlik, 100 minlik. Bu da minliklər sinifidir.
Bizdə isə mərtəbə qiymətini deyir. Mərtəbə qiyməti həmin rəqəmin mərtəbə vahidinə vurulmasından alınır. Bu cümlə sizə qarışıq gəlirsə, daha rahat təklik, onluq, yüzlük, minlik, 10 minlik. 4 10 minlik mərtəbəsində durur. Mərtəbə qiyməti isə 4-ü vuracaqsan 10 minə. 4-ü 10 minə vuranda eləyəcək 40 min. Doğru cavab elədi D variantı. Başqa cür desək uşaqlar, əgər verilən ədəddə bizdən hansı rəqəmin mərtəbə qiymətini soruşursa, həmin rəqəmi olduğu kimi saxlayırıq, özündən sonrakıları sıfırla əvəzləşdiririk. 42. Borcxanaya uyğun gələn ədədi müəyyənləşdirin. 4-də 3 dəqiqə. Aha, 4-də 3 dəqiqə. 4-də 3 dəqiqə nə deməkdir? Saniyə keçmək. Biz bilirik ki, 1 dəqiqəmiz bərabərdir 60 saniyədir. O zaman 4-də 3-ü vurarıq 60-a. 60-ı 4-ə bölüb 3-ə vuracaq. 60 bölünsün, 4 vurulsun, 3. Aydın oldu. Sadəcə olaraq tamın kəsir hissəsini tapacaq. 60-ı 4-ə böləndə 15, 15-i 3-ə vuranda 45 saniyə. Doğru cavab elədi B variantı. Növbəti 43-cü sual. ABC bucağının tərəflərinin ayırdığı rənglənmiş hissə dairənin altda bir hissəsidir. ABC bucağı neçə dərəcədir? Demək, biz bilirik ki, dairəmiz 360 dərəcədir. Bu 360 dərəcənin də 6-da bir hissəsi rənglənibsə, 6 6-ya 1, 366-ya nə qədər düşür? 60. Onda belə çıxır ki, bu hissədə 60 dərəcədir. Yəni biz bu hissəni bu formada bölsək, bayaq yuxarıda da buna uyğun belə bir sual vardı. 1, 2, 3, 4, 5, 6. Bunun hər biri 60 dərəcə olacaq. Bizdən də elə hansı bucağı soruşur? A, B, Z bucağı. Sadəcə olaraq 6-ya bölürük 360 dərəcəni. Məsələn, 5-də 1 desə 5-ə bölərdik, 8-də 1 desə 8-ə bölərdik. Yəni 360-ı burada 6-ya bölürük. Oldu bu C variantı. Növbəti suala baxırıq uşaqlar. A bərabərdir 175 qram, B bərabər 270 qram. Kütlələri bərabər olan kisələrin birinin çəkisi. Və burada da tərəzi tarazlıqdadır. Tərəzi tarazlıqdadır. Baxaq, 3 dənə bax, burada bu göy qutu var, 2 dənə qırmızı var. Göy qutular 3 dənədir və göy qutu adı 175-dir. 3-ü vurarıq 175-ə. 3-ü 175-ə vuranda 2 dənə də B qutusu var. 3-ü 175-ə vuraq görək. 3 dəfə 5, 15 yazaq. Bir yadda. Və sizin dilinizlə deyirəm ki, hər bir şeyi əzbərləməyin, dərk edin. 3 dəfə 7, 21. Bir də yadda 22 yazaq. 2 yadda 3 dəfə 1, 3, 2 də yadda 5. Belədir, 525. Bunu bu formada qeyd elədik. İndi 2 dənə də qırmızı qutu var B. 270 də budur. 2-ni vuracaqsan 270-ə. 0, 2 dəfə 7, 14, bir yadda 540. Bizdən soruşur ki, kisələrin birinin çəkisi nə qədərdir? Biz bunları toplayacağıq. Sonra da 3 dənə bərabər kisə olduğundan böləcəyik 3-ə. Hələ ki biz sağ tərəfi hesablayırıq. Sağ tərəfimizi toplasaq 5, 4 ilə 2, 6, 5 ilə də 5, 10. Düz hesabladıq da, bəli. Demək 1065. İndi bunu bölürük 3 yerə. 3 yerə böləndə 3 dəfə 3, 9, 1, 16, 5 dəfə 3, 15, 1 yadda 15, 3-ə 5 dəfə də 3, 15. Demək, uşaqlar burada cavab elədi. 355. 355. Hardan aldıq bunu? Çünki bizə A-nı 175 göstərib. 175-dən 3 dənədir. B-ni 270 göstərib. 270-dən 2 dənədir. Toplayırıq, bölürük ümumi bunların 3 dənə olduğuna görə. Çünki tarazlıqdadır. Gəldik növbəti diaqrama. İndi inşallah burada da bir hər hansı bir mexaniki filan səhv olmasın. Anarın cəmi 36 oyuncaq maşını var. Dairəvi diaqramda bu maşınların rənglərinə görə bütün maşınların hansı hissəsinin təşkil etdiyi təsvir olunub. Anarın hər rəngdən neçə maşını var? Aha, sadəcə olaraq bu mövzu ədədin hissəsinin tapılmasıdır bizə diaqram üzərində verilib. 36 oyuncaq maşının 3də 1 hissəsi nədir burada yazılıb, qeyd olunub. Rənglər ola bilər sizə tam uyğun gəlməsin. Sarı buradır, narıncı, boz, gök. Aha, gəlin narıncını tapaq. 36-nın 3də 1-i. 36-nı 3-ə bölüb 1-ə vuracaq. 36 böl 3 vur 1. Elədi 12 narıncı. Aydın oldu.
12 narıncı. Yaxşı. Keçək boza. 36 4də 1-i 36 böl 4 vur 1. Bu da bərabər elədi 9. Bura yazıram 12 narıncı. 9 boz. Sonra nə qalıb? Göy qalıb. 4də 1. Yenə də göydə 36-nın 4də 1-i bərabər 36 bölünsün 4 vurulsun 1. 9 göy. Ən sonda sarı var. 36-nın 6-da 1-i. Bu da bərabər eləyir 6 sarı. İndi baxaq. 9 göy. Burada məsələn A variantı ola bilməz. Çünki 9 sarı yazıblar. 9, 12 narıncı. Burada 12 narıncı var. 9 göy var. 9 boz var. Elə 6 dənə də sarı var. Doğru cavab B-dir. Digərlərinin də səhv olduğuna əmin olaq. 36, burada 12 sarı yazılıb, 6 sarıdır. 9 sarı, demək elə doğru cavab B-dir. Sadəcə hissə ilə analiz eləmək lazımdır. Yaxşı. Gəldik, baxırıq. 46-cı sual. Bağça iki hissəyə ayrılmışdır. Birinci hissədə hər sırada 24 ağac olmaqla 15 sıra. İkinci hissədə hər sırada 11 ağac olmaqla 30 sıra var. Bağçada cəmi neçə ağac var? Birinci hissəyə baxırıq. Hər sırada, tutaq ki, bunlar bizim sıralarımızdır. Hərəsində 24 ağac var və 15 dənə sıra var. Birinci hissədə cəmi neçə ağac var? 24-ü vurarıq 15-ə. 24-ü 15-ə vuranda, demək, uşaqlar eləyəcək nə qədər? Siz bunları hamısını alt-alta yaza bilərsiniz. 24 vurulsun 15 eləyəcək 360. 360. İkinci hissədə hər sırada 11 ağac olmaqla 30 sıra. Demək 11-i 30-a vuracağıq. Görək ikincidə nə qədər var? 330 ağac da buradadır. Cəmi bizdən soruşur. 360 üstə gələk 330 0 9 9. Bu da elədi 990. Bir dəqiqə nəyi səhv elədik burada? 360 360 690 istəyirəm uşaqlar. 690. Cavab A variantı. Dostumuz da deyəsən sualların çoxunu səhv yazıb. Aha. 47. Bir ədədi 3 dəfə artırıb üzərinə 5 əlavə etdikdə 20 alınır. Həmin ədəd neçədir? Bunu tənliklə də göstərəcəm, sondan getməklə də göstərəcəm. Ədədimiz x olsun. 3 dəfə artırmaq 3x, 5 əlavə elədik, 20 alındı. 3x bərabər 15, x də bərabərdir 5. İndi cavab burada elədi B variantı. Amma başqa cür desək, 5 əlavə etdikdə 20 alınan ədəd. 20 çıxılsın 5 bərabər 15. Və bu da hansı ədədi 3 dəfə artıranda 15 eləyir uşaqlar? 15-i bölürsən 3-ə bərabərdir 5. Demək bu formada da yanaşma eləyə bilərik 2 qayda ilə. 48. Birinci bağlamada 3, digərində isə bundan 2 dəfə çox yağ paketi var. Onda birinci bağlamada 3, ikincidə 2 dəfə çox yağ paketi var. Bir yağ paketinin kütləsi 200 qram olarsa, 2 bağlamada cəmi neçə qram yağ olar? Məsələnin həllinə uyğun ifadəni yazın. Aha, burada siz birbaşa artıq ifadəni yazmağı analiz eləməlisiniz. Nə edəcəyik? Bir bağlamada 3. Digərində bundan 2 dəfə çox yağlı paket var. Üstə gələk. 3-dən 2 dəfə çox ədəd hansıdır? 2 vurulsun 3. Ümumi paket sayı. Ümumi paket sayı budur. Bunu mötərizədə yazıram. Hesaplamaq məndən tələb olunmur. Məndən sadəcə ifadəni yazmaq tələb olunur. Bir yağ paketinin kütləsi 200 qram olarsa, mən artıq bütün 2 paketin də cəmlərini yazmışam. Birinin də kütləsi 200 qramdırsa, cəmi paketin də kütləsi vurulsun 200. Bu indi biz bu vurma ilə yazaq da. Belə cavab harda var? Demək, 3 üstə gələk. 2 vurulsun 3, vurulsun 200. Mötərizəyə baxırıq. 3 üstə gələk. 2 vurulsun 3, vurulsun 200. Doğru cavab A variantı. Baxırıq növbəti sualımıza. 49-cu sual. Gördüyünüz kimi suallarda belə diaqramla, dairə ilə bağlı çox sual düşüb. LMN bucağının tərəflərinin ayırdığı rənglənmiş isə dairənin 5də 1 hissəsidir. Yuxarıdakı sual kimidir də LMN. Yenə də 360-ı sadəcə olaraq 5də 1-ni tapacağıq. 360 bölünsün 5 vurulsun 1. Bu da bərabər elədi 72 dərəcə. Yəni 5 yerə bölünüb bizdən də bu bucağı soruşur. Elə bil bura bax 1, indi biz 5 yerə bölək də bunu 1, 2, 3, 4, 5. Tam bölək ki bərabər olsun. Belə bir şey. Sonra 50-ci suala baxırıq. Radiusları eyni olan BD mərkəzli çevrələr şəkildəki kimi C mərkəzli çevrənin daxilində çəkilmişdir. Buna görə aşağıdakılardan hansı yanlışdır? Baxın uşaqlar, biz bunu bir-birinə bərabərsə, bunları bu radiusları, bax buranı 2 götürəcəm, buranı 2 götürəcəm, buranı 2, buranı 2.
X də götürə bilər. Amma indi siz ola bilər dəyişəndən biraz qorxursunuz. Ona görə hər hansı bir istənilən ədədi götürürük ki, işimiz rahat olsun. AB də bərabərdir, BC də bərabərdir, CD bərabərdir, DG də bərabərdir bir-birinə. Gəlin baxaq. İndi bizə nə deyir? AC. AC hardan hara olan məsafədir? Buradan bura qədər olan məsafədir. Yəni bu 4. 2 vurulsun DY-yə. DY-nin də qiyməti 2-dir. 2 dəfə D2 elədi 4. 4 4-ə bərabərdir. Demək bu doğrudur. B variantına baxırıq. AY buradan bura qədər olan 4 dəfə 2 8. Yəni bu 8 bərabərdir. 2 vurulsun BD. BD hardadır uşaqlar? BD buradan bura qədərdir. Və 2 dəfə D2 4 eləyir. 4 dəfə də 2 vurulsun 4. Bu da 8. Demək 8 bərabər 8-ə. Bu da doğrudur. Ən sonuncu C variantına baxırıq. AY, yəni yenə də 8 bərabərdir. 4 vurulsun BC yazılıb. 4 vurulsun BC yazılıb. BC burada 2-dir. 4 dəfə də 2 8. Bu da doğru eləyir. Baxaq. D-yə baxaq. AB, yəni buradan 2 bərabərdir C-yə. Amma C-yə burada 4 dax 2 4-ə bərabər ola bilməz. Çünki bu 1 radiusdur, bu da 2 radius. Və gördünüz, rəqəmlər yazdım ki, sizin işiniz rahat olsun. Demək bu da doğruydu. Bizdə nə səhv olan burada D variantı idi. Dostumuz bu sualı da səhv yazıb. Növbəti 10 minliklərə qədər yuvarlaqlaşdırdıqda 110 min alınan ədəd hansıdır? Gəlin yuvarlaqlaşdıraq. 10 minliklərə qədər təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minlik mərtəbəsi buradır. Birdən sonra gələn rəqəm demişdik ki, əgər yuvarlaqlaşdırma zamanı mərtəbədən sonra gələn rəqəm 5, 6, 7, 8, 9 rəqəmlərindən biridirsə bir vahid artır. Birdən sonra gələn rəqəm 8-dir. Bir vahid artacaq. 1, 2, burada eləyəcək bu 120 min. Demək bu deyil. Bura baxırıq. 10 minlik mərtəbəsində duran rəqəm 0-dır. 0-dan sonra gələn rəqəm 4-dür. Demişdik ki, 0, 1, 2, 3, 4 rəqəmlər gəlirsə dəyişmə baş verməyəcək. Özü olduğu kimi qalacaq. Bu da bərabər eləyəcək 100 min. Amma bizə 110 min deyir. Demək bu da deyil. Baxaq. C variantına baxırıq. C variantında 0-dan sonra gələn rəqəm 9-dur. 9 olduğuna görə bir vahid artıracaq. Bura eləyəcək 1. Özündən sonrakılar da 0-la əvəz olunacaq. 110 min. Hələ uyğun gələn cavab C-dir. D variantının da səhv olduğunu əmin olaq. Təklik, onluq, yüzlük, minlik, 10 minlik. 10 minlik mərtəbəsində duran rəqəm 1-dir. Birdən sonra gələn rəqəm 5-dir. Demək bu deyiləcək 120 min. Doğru gələn cavab uşaqlar bir dənə C variantıdır. 52-ci suala baxırıq uşaqlar. Tənliyi həll edin. Demək, bərabərliyin sol tərəfini yazırıq. 8100 bölünsün x bərabərdir. Bu bir tərəfi toplayırıq. Bu bir tərəf toplayanda 360 üstə gələk 540. 0, 6 ilə 4, 10, 0 yaza 1 yadda, 3 ilə 5, 8, bir də yadda 900. Bura qeyd elədik 900. İndi x də bərabərdir. Burada x hansı rolda çıxış eləyir? Bölünən, bölən. Məhsul bölən tapmaq üçün bölünəni qismətə bölmək lazımdır. Bu da 8100-ü bölürsən 900-ə 2 0 gedir. X də bərabər 9. Doğru cavab elədi C variantı. 53. Bir yük maşını 3 saat ərzində müəyyən qədər yol gedir. Növbəti 3 saat ərzində yük maşının sürətini 2 dəfə artırdılar. Bu zaman yük maşının getdiyi yol əvvəlki 3 saat ərzində getdiyi yolla müqayisəsi neçədir? Tutaq ki, gəlin, burada da 3 saat ərzində müəyyən qədər yol gedir. Növbəti 3 saat ərzində sürətini 2 dəfə artırır. Yük maşının sürətini biz bilirik, uşaqlar bilmirik. Sizə rahat olsun deyə, praktik olsun deyə, gəlin yük maşının sürətini götürək 20. 3 saat ərzində müəyyən qədər yol gedir. 3 saatda 20 ilə gedəndə nə qədər olacaq? 3 vurulsun 20 bərabər bu 60 kilometr yol getdi. İndi növbəti 3 saat ərzində yük maşının sürətini 2 dəfə artırdılar. 20 idi, sürəti 2 dəfə artıranda oldu 40. Və 3 saatda bununla gedəcək. 3-ü vuracaqsan 40-a, bərabər eləyəcək 120 kilometr. Bu zaman yük maşının getdiyi yolun əvvəlki 3 saat ərzində getdiyi yolla müqayisəsi neçədir? Burada əvvəlki 3 saat ərzində getdiyi yolla müqayisəsi. 120 60-dan nə qədər çoxdur? 120 60-dan deyə bilərik. 2 dəfə çoxdur. Yəni 120 km 60 km-dən 2 dəfə çoxdur. Burada doğru cavabdır. Yəni bizə sonrakı ilə əvvəlkindən müqayisəsini deyir. 2 dəfə çox elədi D variantı. Şəklə əsasən hansılar kör bucaqdır? Burada bizim kör bucağımız bucaq yalnız el, en,
M bucağı. Yəni baba L, N, M bucağı. Burada bax, bunu başqa cür belə deyə bilərik. Bucaq bu tərəfdən də oxuya bilərik də, müəllim uşaqlar. M, N, L bucağı. Belə də oxuya bilərik. M, N, L. Sonra başqa hansı var? X, Y, Z. Birdən çaşarsınız. Burada bizə bir hərf verməyib. Bu iti bucaqdır. Bu düz bucaqdır göstərir. Bunlar iti bucaqdır. Kör bucaq 90 dərəcədən böyük olan bucaqlar, 180 dərəcədən kiçik olan bucaqlardır. Burada başqa bizim eləcəyimiz cavab ancaq elə ad. Yalnız X, Y, Z, X, Y, Z itidir. Sonra A, B, C, A, B, C bura itidir. M, N, L, M, N, L kördür, amma başqası da var yanında it olur. Bizə deyir hansılar kördür. Növbəti 55-ci sual. Film 8:45-də 18:42-də başlayıb 90 dəqiqədən sonra qurtardı. Film qurtaranda saat neçə idi? Biz burada birbaşa bunun üzərinə 90 dəqiqədə gələ bilərik və ya uşaqlar 90 dəqiqəni saat və dəqiqəyə çevirsək, 90 dəqiqəni 1 saat 30 dəqiqə kimi yaza bilərik. Çünki 90-60 üstə gələk 30 deməkdir. 60-ımız 1, 30. 18:42-nin üzərinə 1, 30-u əlavə eləyəcəyik. 2, 4 ilə 3, 7. Burada elədi 19:72. Amma diqqət edəcəyimiz məqam nədir? 19:72-dəki bu 72-nin biz 60 dəqiqəsini 1 saat eləyə bilərik. 72 dəqiqə nə deməkdir? 1 saat 12 dəqiqə. Bu 1 saatı qarşıdakının üzərinə gələrək eləyər 20, 12. Doğru cavab elədi nə qədər? 20, 12, yəni B variantı. İndi açıq tipli suallar gəldi. Yəni bunu da yazacağıq. 56-cı sualda qalıqlı bölmə əməlində bölən 8 qismət 7-dir. Bölən 8 qismət 7-dir. Buna görə bölünən ən çox neçə ola bilər? Buranın ən çox qiymətini tapmaq lazımdır və biz demişik ki, qalıqlı bölmədə qalıq böləndən kiçik olur. Demək bizim burada qalığımız 8-dən kiçik olmalıdır. 1, 2, 3, 4, 5, 6, 7 ola bilər. Bəs ən böyük dediyinə görə uşaqlar biz burada qalığı ən böyük götürəcəyik. Qalığın ən böyük qiyməti olacaq 7. Onda bizim bölünənimiz 8 vurulsun 7 üstə gələk 7 olacaq. 56, 56-nın üzərinə 7-ni gələndə cavab nə qədər eləyər? 8 dəfə 7, 56, 56-nın da üzərinə 7-ni gələndə elədi 60 eləyər 63. Cavab 63 ola bilər. İndi yenə deyirəm, suallar mənə atıldı, avtomatik izahını çəkirəm. Hər hansı bir, ola bilər əvvəldə deyilən, maksimum çalışdıq ki, olmasın. Amma hər hansı bir cüzi rəqəm səhvi falan olsa, o mexanikidir. Başa düşəcəksiniz özünüz olsa. 8 dəfə 7, 56, dediyi 56-nın üzərinə 7 gəldi, elədi 63. Növbəti 57-ci suala baxırıq. A kiçikdir, bərabərdir, 201 şərtini ödəyən ən böyük fərqli 3 ədədin cəmini tapın. 201-dən kiçik bərabər deyirsə 201-in özü daxildir. Sonra 200-dür. Fərqli dediyinə görə və digəri də 199-dur. Bunu da 3-ünü toplasaq uşaqlar eləyəcək 600. Doğru cavab 600. 27 il əvvəl Ayselin 14 yaşı var idi. 7 il sonra Ayselin neçə yaşı olacaq? 27 il əvvəl Ayselin 14 yaşı var idisə, Ayselin indi nə qədər yaşı var? 14-ün üzərinə 27-ni gələrik. Eləyər 41. Bu Ayselin indiki yaşıdır. Aysel indi. Bir də bizə deyir 7 il sonra 41 üstə gələk. 7 də bərabər 48. Doğru cavab elədi burada 48. Sonra 59-cu sual. 100-500-ə qədər yuvarlaqlaşdırdıqda bərabər olan ən böyük və ən kiçik ədədlərin cəmini tapın. Burada sizə bir qayda deyəcəm. Ən böyük və ən kiçiklərin cəmi deyəndə uşaqlar hər zaman vurun 2-yə 1 çıxın. 500-ü vuracaqsan 2-yə 1 çıxacaqsan 1000. Bu deyilədir 999. Başqa cür desək, ən kiçiyini biz taparıq 450, ən böyüyü isə 549-u. Toplasaq yenə də gəlib 999 alacaq. 60-cı sual. 318 ədədindən əvvəl gələn 2 ardıcıl cüt ədədin cəmi, 318-dən əvvəl gələn 2 ardıcıl cüt ədədin cəmi 316 və 314-dür. Bunları toplasaq eləyər 630. Cəmi ən böyük 3 rəqəmli cüt ədəddən nə qədər azdır? Ən böyük 3 rəqəmli cüt ədədimiz də 998-dir. Rəqəmləri fərqlidir demir. Və çıxanda qalar burada 8, 6, 3, 368. Bu qədər. Uşaqlar, hər bir sualın ətrafını izah elədim.
Yenə deyirəm, ola bilər hansısa bir sualda gözümüzdən nəsə qaçıb, rəqəm, səhv və s. Cüzi mexaniki səhvlər olar. İnanmıram olsun, amma yenə də. Hər birinizə uğurlar arzulayıram. Hamı baxandan sonra videonun rəy bölməsində neçə dənə sualı düz yazdığını qeyd eləyər 30 sualdan. Sağ olun uşaqlar, növbəti izahlarda görüşərik.